Çətin sidiyə getmə, gecələri tez-tez sidiyə oyanma, sidiyi tam boşaltamama hissi varsa, bu videonu diqqətlə dinləyin. Bu saydığım ən əsas 3 şikayət sizdə varsa, çox böyük ehtimal prostat bölməsindən əziyyət çəkirsiniz. Prostat bölməsi dedikdə biz 50 yaşlı kişilərdə olan fiziolojik olaraq prostat bölməsini yox, normadan artıq prostatın bölməsi və bu bölmə nəticəsində sidiş kanalının darlığına səbəb olan, yəni qısaca prostat vəzi böyüyür, normal olan sidir kanalını, yəni turbanın elə bil iç qisminə doğru böyüdükcə xəstələr çətin işiyir, gecələri tez-tez sidiyə qalxır və sidiyə getdikdən sonra da tam boşaltmama hissini yaşayır. Əgər belə bir şikayətiniz varsa, gec qalmadanın içində böbrəklərə zərər vermədən, prostat həddən artıq çox böyümədən, infeksiyon xəstəliklərə artıq yoluxmadan mütləq bir uroloq-androloqa müraciət edin.